Bizim bir müəllimimiz var, deyir ki, Quranın bəzi ayələri Azərbaycan dilindədir. O qədər aydındır. Kutibə aleykumul qitalu və huvə kurhul ləkum. Deyir, sizə müharibə vacib edildi düşmənə qarşı. Bu isə sizə xoş gəlmirdi. İnsan müharibəni sevmir. Və əsa ən təkrahu. Ardınca bir dənə qanun deyir. O qanun çox önəmlidir bu xoşbəxtlik mövzusunda. Və əsa ən təkrahu şeyən və huvə xeyrul ləkum. Ola bilər bir şeydən sizin xoşunuz gəlmir, amma sizin xeyrinizədir. Sizi xoşbəxt edən məsələdir. Xeyrinizədir. Bəli. Mənim xeyrimi olan məni xoşbəxt edir də. Və əsa ən tuhibbu şeyən və huvə şərrul ləkum. Ola bilər bir şeydən sevinirsiniz, sevirsiniz bir şeyi. Bax, o dediyim məsələ. Sevinç bəxş edir mənə, sevirəm onu. Və huvə şərrul ləkum. O isə sizə şərdir, xeyrini əksinədir, sizi bədbəxt edir.